Şəmkir rayonunda yerləşən Fərman Salmanov məktəbinin qarşısında şagirdlərin həyatı ciddi risk altındadır. Təqdim olunan görüntülərdə açıq-aşkar görünür ki, məktəbin qarşısındakı yolda piyada keçid ümumiyyətlə yoxdur. Mövcud tramplin isə tamamilə qəzalı vəziyyətdədir. Asfalt örtüyü dağıldığı üçün həm piyadaların, həm də avtomobillərin hərəkəti xeyli çətinləşib. Yerli sakinlərin sözlərinə görə bu ərazidə sürət həddini göstərən nişan da quraşdırılmayıb. Hər gün onlarla şagird dərsə gedib gələrkən yolu keçmək məcburiyyətində qalır ki, bu da qəza riskini qat-qat artırır. Sürücülərin çoxu ərazidə sürəti azaltmır. Bu isə xüsusilə səhər və dərs bitmə saatlarında vəziyyət daha da təhlükəlidir. Valideynlər və ərazidə yaşayan sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlardan təxirə salınmaz tədbir görülməsini tələb edirlər. Onların fikrincə piyada keçidinin çəkilməsi, tramplinin yenilənməsi və sürət nişanlarının quraşdırılması həm məktəblilər, həm də sürücülər üçün təhlükəsizliyi təmin etmək baxımından vacibdir. Sakinlər bildirirlər ki, məsələ uzun müddətdir gündəmdə olsa da həll də real addımlar atılmayıb. Onlar hesab edirlər ki, problemin həlli üçün rəsmi qurumların operativ reaksiya verməsi zəruridir. Hazırda məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Lakin sakinlər görüləcək tədbirlərin daha böyük faciələrin qarşısını ala biləcəyini ümid edirlər. Rəna Rövşən qızı, BTV.